Rəşadın ev muzeyinə hal-hazırda Nifrete çevrildi bakışlarınız, kanlı seçilerden akışlarınız, güllere gark olmuş baştaşlarınız, namusun gayretin taşı şehitler. Dünyanı heyrete salan oldunuz, azadlık odunda yanan oldunuz, köçüp yüreklerde kalan oldunuz. Unutmak olar mı sizi şehitler? bir qəhrəmanın atası olan Yani yukarı, gedəcək. orada Yox, mən elə Salam əziz izləyicilər. Bugün Cəlilabad rayonunun Göytepe kəndindəyik. Bu bayramda istədik ki, şəhid ailələrinin evlərinin qapısını döyək, biz sizinləyək deyək. Biz bugün vətən qəhrəmanı, 44 günlük vətən müharibəsinin qəhrəman oğlu şəhid Abdullayev Rəşad, kapitan şəhidimiz Abdullayev Rəşad Arifoğlunun evini və ev muzeyini ziyarətə gəldik. Və mən tək deyiləm, mənimlə Dəmir Yumruq Alfa A Cəmiyyətinin şəhid atası Davud qardaş və şəhid atası Nadir qardaşla gəlmişik. Əlbəttə, bu günlərdə bir-birinə dayaq olan, dəstək olan, bir-birinə ana, bacı, qardaş, ata olan şəhid ailələri doğrudan da doğmalaşıblar. Onlar bir-birini tək qoymur. Hansı rayona gediriksə, şəhid ailələri bir-birinin yanındadır, bir-birinə dəstək və bir-birinin dərdini paylaşan dosta və qardaşa çevriliblər. Biz də bir cəmiyyət olaraq istədik ki, bugün şəhidlərimizin evini ziyarət edək. Bu bayramda onlara bayramınız mübarək deyək və şəhidlərimizin ruhu şad olsun. İndi istəyərdim şəhidimizin atası Arif ata danışsın, biraz oğlu barəsində tanıtsın. Rəşad uşaqlığından, özünü anlayandan 90-cı illərin hadisələri gözünün qabağında olub. Əmisi hərbiçi idi, onun hərbiyə uşaqlıqdan həvəsi çox böyük idi. 8-ci sinifi bitirəndə dedi, ata mən hərbiçi olmaq istəyirəm. Naxçıvansk adına, Cəmşid Naxçıvansk adına liseyə gedəcəm. Dedim, onun qərarları ilə həmişə razılaşmışıq. Dedim, laf yaxşı. Getdi, imtahan verdi, qəbul oldu. 3 il Cəmşid Naxçıvanskda oxudu. Ondan sonra Ali Heydər Əliyev adına Ali Hərbi Məktəbi 2010-cu ildə bitirib, leytenant rütbəsi ilə. Təyinatın Tərtər rayonunun Ensaylı hərbi hissəsinə, Tanqaləyinə taqım komandiri vəzifəsinə təyin eləmişdilər. 8 ay orada qulluq eləyəndən sonra xüsusi təyinatların kursuna qəbul oldu. O vaxtdan xüsusi təyinatlarda xidmət edib. Qrup komandiri müavinindən qərargah rəisinə qədər 3 saat qulluq eləyib. Aprel döyüşlərində fəal iştirak edib. 4 gün mühasirədə qalıblar, mühasirədən çıxıb. Ona qədər hələ mühüm tapşırıqlar yerinə yetiriblər. Həmişə düşmən arxasına sızıblar, keçiblər. Onların olmadığı Ağdərə, Xankəndi,
olmadıqları yer qalmıyor. Bunlar hər yerdə kəşfiyyat əməliyyatları, xüsusi tapşırıqlar yerinə yetiriblər. Müharibəyə qədər oldu. Kəlbəcər, Murov istiqamətində də döyüşlərin həmin əməliyyatı bir qərargah rəisi olaraq Rəşad hazırlayıb, işləyib. Müharibə ərəfəsi 2-3 ay əvvəldən gecələr saat 10-a, 12-yə qədər işləyib həmişə. Avqust ayı idi, səhv eləmirəmsə, axırıncı dəfə onlar Daşkəsən istiqamətində təlimlərdə oldular və Murov istiqamətində onlar təlim deyəndə onlar kəşfiyyat əməliyyatları aparırdılar, sızırdılar düşmən arxasına, bütün nöqtələri hamısı xəritədə, bundan gəlib xəritədə işləyirdilər hamısı. Rəşad yaralanan yüksəklikdə düşmən postu olmayıb. Onlar bir neçə gün əvvəl həmin yerdə olub. Həmin yerdə olublar, düşmən postu olmayıb. Ona görə həmin yüksəkliyə Dazor qrupunda ilk öndə 2 nəfər badı ilə irəliləyib. Arxayın irəliləyib ki, burada post yoxdur. 30-40 metrədən duman çəkilib düşmən postuna çıxıblar. Uşaqlar söhbət eləyir, hələ Belarus traktorunun təkərlərinin necə hələ təzə idi. Gecə ilə qazılmış səngərdir. Gücləndirilmiş mövqe idi. Yaralanandan 17 saat sonra şəhid olub. 17 saat yaralı qalıb. Allah səbir versin. Uşaqlar onun haqqında danışanda, əməliyyata həmişə gedəndə biz biləndə ki, Rəşad bizlə gedir, arxayın gedirdi əməliyyata. Ona görə Rəşadla hansı əməliyyatlar olmuş o, itkisiz qayıtmışdıq. Amma sonuncu əməliyyatdan özü qayıda bilmədi. Allah səbir versin. Allah onu o uca məqama layiq bilib seçib aparıb. Və bilirdiniz ki, bir zabit atası olmaq nə vaxtsa bundan qarşılaşa bilər. Çünki oğullar özləri bu yolu seçib. Onların, onun özünün sevgisi olub bizə gələcəyin zabiti olsun. Və mən bilirəm ki, bizim oğulların hər biri o Xocalı faciəsindən sonra ancaq qisas almaq, vətən torpaqlarının azadlığı uğrunda gözləyirdilər ki, nə vaxtsa bu müharibə olacaq və Ali Baş Komandanın çağırışına hər bir oğul hazır oldu. Biz də təşəkkür eləyirik ki, bugün siz göz yaşlarınızdan danışırsınız, bizim ürəyimiz ağrıyır. Çünki biz də bir valideynik. Ancaq onu da bilirəm ki, biz Arif qardaş, hər birimiz bu dünyadan köçəcəyik. Kimsə bu dünyada əbədi yaşamayacaq. Ancaq sizin oğullar əbədi yaşayacaq. Onun bir arzusu, aprel döyüşlərindən sonra mən ona bir sual verdim. Oğlum, Talışkəndə onlar azad elədilər. Hər halda orada yaşayış olmasa, bizimkilər sonra yaşamasa da, yəni neytral palasada qaldı, ərazidə qaldı. Ona bir sual verdim. Oğlum, kənddə əhali var idi. Dedi, ata, əhali deyəndə əhalinin qaçmışlar. Əksəri qaçmışdı, ancaq var idi, az idi. Dedim, nə oldu? Dedi, yaxşı oldu, hər şey yaxşı oldu. Kiçik Xocalını yaşatdıq onlara. İnşallah Böyük Xocalının qisasını alacaq. Və qisas alındı əlbəttə. Alındı. Qalib olduq, qalib ölkə Bəli, olduq, indi- qalib xalq olduq. Biz qisasımızı bax belə aldıq. Bayrağımızı zirvələrdə qaldırdıq. Alın. Bizim oğullar öz qanları ilə, öz canları ilə Xocalının qisasını qalib ölkənin qalib oğlanları adı ilə aldılar. Aldılar, bəli. Mən indi fəxr edirəm ki, mən elə bir oğlun atasıyam ki, o öz sağlığında öz qanının qisasını almışdı. Qulaq kəsən deyil. Ana da danışsın biraz. Hanım, xoş gəlibsiniz Çox sağ Rəşadın olun. şəhid balının ocağına. Qapımız həmişə sizin kimi vətən sevən insanların üzünə açıqdır. Mən Rəşad haqqında 5 ildə çox sözlər deyilib, çox söz demək istəmirəm.
Mən bir dənə onu biləm ki, mən öz oğlumdan fəxr edirəm. Mənim bir dənə evladım idi. Mən onu hərbiçi kimi görmək istəmirdim. Mən onu müəllim kimi, həkim kimi savadlı oğlan idi. Amma bu onun öz sevdiyi, seçdiyi arzudur, istəyidir. Özü belə istəmişdi. Mən narazılığımı bildirəndə deyirdi ana, deyirdi müharibədir, hər şey ola bilərdi. Müharibə dediyim şey ölümdür, itkindir, şikəstlikdir, hər şeydir, ayrılıqdır. Deyirdi ana, sən nə bilirsən, mən də maşına minib gedirəm, salyanda bəlkə avar yerib öləcəm. Onda mənə deyəcəklər, Rəşad öldü. Amma mən dedi, şəhid olsam, sən niyə narahat olursan? Mən həmişə deyəcəklər, şəhid Rəşad, həmişə mən yaşayacam. Bir daha sən nə qədər təhkid eləsən, mən heç vaxt bu sənəti atmaram da, ayrılmaram da, mən ya şəhid olacam, ya general olacam. Allahın qisməti, generallıq qisməti olmadı. Generaldan da uca bir məqama çatdı, şəhid oldu. Hər ki, dünyada onun məqamı ucadır. Bir ana kimi də mənim ürəyimi o rahatladı. Kədərlənməyim onun üçündür ki, o çox uşaqları sevən idi. Bacısının uşaqlarını, bütün uşaqları, amma öz uşaqlarına əlinə baş çəkən yoxdur. Kədərlənim bir daha onunla ötürü ki, onun balalarının atası yoxdur. Amma şəhidliyinə heç kədərlənmirəm. Oğul böyüyür, vətəni qorumaq üçün, anasını qorumaq üçün. Mənim də oğlum elə qeyrətli, şərəfli oğlanlardan oldu, min şükür. Mən oğlumdan fəxr edirəm. Anacan, Qəhərlən uşağının başına sığal çəkən yoxdur. Vətən onun, oğlunun, qızının başına sığal çəkir. Bugün onun övladları qürur duyur ki, Azərbaycanın hər bir nöqtəsində, nəyir ki Azərbaycanın, hətta bizim dünyanın belə qəhrəmanların adları qürurla adlanılır və onlara biz hər bir yerdə deyirik, bayramımızda da, bayram süslərimizdə də, bir məclisə, adicə toy məclisləri görürsünüz ki, şəhidlərin adı ilə açılır. Bütün, hər bir yerdə. Biz onları unutmuruq, onları sevirik və onları Azərbaycan sevir, onları vətən sevir. Onların övladlarını da vətən başına sığal çəkir. Çünki onlar qürur duyacaq ki, bizim atamız bax, bu torpaqların işğaldan azad olunmasında böyük rol olubdur. Bir qəhrəmanlıq göstərib. Hər kəsə qəhrəmanlıq nəsib olmur, hər kəsə şəhidlik nəsib olmur. Bugün siz seçilmişlərsiniz. Bax, Nadir ata, indi bəyəxlar Sani ilə söhbət elədim yolda. Rusiyadan uşaq özü könüllü gəlib. Ürəyində onun vətən eşqi, vətən sevgisi olduğuna görə gəlib. O bugün heç ata-anasını dinləmədən, ana yeri gəlsə istəməyibdir ki, onun oğlu müharibəyə getsin. Ancaq o deyib ki, ana, mən müharibə olsa mütləq orada iştirak eləyəcəm və Xocalının qisasını alacam. Elə də Davud atanın oğlu. Yəni, siz bunu istəsəz də, istəməsəz də, o uşaqlar seçiliblər, dünyaya gələndən seçiliblər. Onlar bu vətənin qəhrəmanları olub, əbədi yaşasın deyə Allah onlara o uca məqamı qismət eləyib. Və bir daha bayramınız mübarək olsun. Qoy oğullarınızın ruhu şad olsun. Biz sevinirik ki, sizin gəlib qapınızı açanda inanırsınız, mən bu 5 ildə Allah evdə oturmamışam. Çox sağ olun. Düzdür, biz nə qədər itkimiz ağır olsa da dövlətimizdən, xalqımızdan razı yox. Onlar Cənab Ali Başqaman, Prezidentdən, onun xanımı Mehriban xanım Əliyevadan, mənim nəvələrimə gözəl məktəbdə oxudurlar, dəstək olurlar. Razıyam mən Prezidentimdən də, xalqımdan da. Var olun. Biz də sizlərə deyirik, haqqınızı bizlərə halal eləyin. Bir daha bayramınız mübarək olsun. 6'da başlayacağız da günler. Ha, oruç açtı böyle.